Müsahibədə verilən sual: Oracle SQL-də obyektlərin adlandırma qaydası necədir? Gəlin sizə izah edim. Oracle SQL-də obyektləri adlandıran zaman 5 əsas qaydaya diqqət yetirmək lazımdır. Bildiyiniz kimi cədvəl də Oracle SQL-in obyektlərindən biridir. Buna görə də bugünkü nümunələrimiz cədvəl üzərindən olacaq. Obyektləri adlandırdığımız zaman birinci diqqət yetirməli olduğumuz məqam odur ki, obyektimizin adı mütləq şəkildə hərflə başlamalıdır. Əgər obyektimizin adlandırılmasını rəqəmlə başlasaq, nəticəmiz error olacaq. İkinci məqam ondan ibarətdir ki, obyektlərimizi adlandıran zaman kiçik A-dan kiçik C-yə, böyük A-dan böyük C-yə, 0 və 9 arası rəqəm, həmçinin dollar işarəsi, altdan xətt və diez işarəsindən başqa digər karakterlərdən istifadə etmək olmaz. Gördüyünüz kimi biz sual işarəsindən istifadə etmişik və nəticəmiz error oldu. Üçüncü məqam ondan ibarətdir ki, adlandırma zamanı karakterin uzunluğu 128-i keçməməlidir. Dördüncü məqam ondan ibarətdir ki, bir sxemada eyni adlı ikinci obyekt yaradıla bilməz. Beşinci məqam isə odur ki, adlandırma zamanı rezerv sözlərdən, yəni Oracle-ın kod sözlərindən istifadə etmək olmaz.